Herkese salam dostlar, mən Qeym Sazı. Bugün Age of Story 2 Congress 1.5.1 modunda yenidən sizlərlə birlikdəyim. Dostlar, bugün Kosovanın Avropa Fəthi serisinin bölümlərinin 11-ci bölümünü çəkirik səhv etmirəmsə və artıq yenidən qaldığımız yerdən davam edirik YouTube-a və kanalımız da zaten düşmüşdü, amma bundan sonra qaldırmağa çalışacağam. Hər bölümdə də ilk başlarda biraz bilmirəm sizə necə gələ bilər. Ancaq başda da kanaldakı irəliləyişi durdurmamaq üçün hər dəfə özümə not buraxacağam ki, bunu mütləq edit edib paylaşmalıyam. Hər nəsə keçək oyunumuza. Keçən bölümdə nə etmişdik? Gördüyünüz kimi belə bir başlanğıcla başlamaq istədim. Belə bir şəkillə bu tablo ilə, yəni ki, Avropa ilə Rusiyanın arasındakı bir sınır xətti görsənən və böyük bir Avropa fəthini gerçəkləşdirən, Avropadakı ölkələri yanında Rusiya olaraq fəth edən bir ölkə. Rusiya ilə əlaqələrimizi yaxşılaşdırmaq lazımdır, yoxsa əks təqdirdə türklər demiş, bizim başımızı da, gövdəmizi də yeyəcəklər. Çünki nə qədər güclü olaqsa, Rusiyadır və hər an saldırsa, bizim də təbii ki, güclü olmağımız bu savaşı qazanacağımızı göstərmir. Rusiya ilə əlaqələrimizi yaxşılaşdırmaq və mütləq bunu ən azından mənfi 50-nin 30-un altına salmaq lazımdır ki, onlarla bir pakt müqavilə imzalaya, hətta imza belə ata bilək. Nə olursa olsun müsbət bir kağızın imzasını atmaq lazımdır və bizim tamamilə Baltıklardan Balkanlara, Anadoluya və buradan da tam Avropanın mərkəzinə doğru irəliləyən bir Kosova görürsünüz və keçən bölümdə bunun da bir addımını atmaq üçün ordular topladıq. Bundan öncə tamamilə keçən bölüm, 10-cu bölüm tamamilə bir ekonomi bölümü oldu və ordu toplama bölümü oldu və gördüyünüz kimi çox gözəl bir şəkildə İtaliyanın artıq ikinci səfərinə hazırlanırıq və bu səfər əminəm ki, bütün torpaqlarını alacağıq. Çünki keçən oyunda Polşa onların əlində idi, ala bilmədik. Yəni bir neçə Polşadakı torpaqları aldıq, bir neçə də buradan 1-2 torpaq aldıq, bu qədər. Amma bu səfər elə bir ordularla və elə bir prestijlə giririk ki, artıq dünyanın ən güclü ölkələrindən birindəyik və digər torpaqlarda da ordularımız var. Təbii ki, oyun qaydasına Almaniya İtaliyaya izin verməzsə, yoxsa izin verərsə bizim də halımız biraz çətinə düşə bilər. Dostlar, ona görə də geridə də ordu buraxmaq istəmirəm. Zaten həmən də oyuna başlayaq. Dostlar, indi 27 avqust 2144, vay be. Yəni qazanacağımız nüfuz yoxdur, amma ekonomi ən azından bu da bir şeydir. Allah'a şükür 15-ci yerdədirlər və bir İtaliyanı da ortadan qaldıracağıq. Hər fəth etdiyiniz ölkə sizin yüksəlişinizi göstərir. Çünki oradakı gəldi-getdilər, gedişatlar da dünyanı etkilədiyi üçün sizi də etkiləyir və sizin də yüksəlmə və düşmə potensialınızı ortaya çıxarır. Dostlar, bu da bir, yəni düşüncə ortaya attım. Gözəl bir fikirdir. Vay be, dərkən zaman da 2144 nədir? Həmən durmadan savaşımıza keçək. Qarada 1 milyon, dənizdə 200, 400, 600, 700, 800 min və Avropada isə başqa torpaq. Bir də burada Danimarka torpaqlarından, Skandinaviyanın giriş torpaqlarından biraz almışdıq əlimizə. Təbii ki, Rusiya ilə də savaşmalı olacaq. Hər nəysə. Burada da 300 min plus ordumuz var. Hər nəysə oyunumuzun savaşına, bir sonraki savaşa keçək dostlar. Ya Allah, bismillah, savaşımız neydi? Kazamız mübarək olsun idi. Tamam, indi isə onların ilk gücünü mü yoxlayaq, yoxsa birbaşa savaşa keçək. Savaşa keçməyimiz artıq bizim hücum və durmadan irəliləyiş etdiyimizi göstərir. İlk öncə buradan bir Roma çıxartması edək dostlar. 100 min. Buradan da bir 100 min. Daha doğrusu 50 min. 50 min. Buradan da 100 min. 50 min şəklində böləcəyik dostlar. Buradan da bir 50 min. Belə gözəl strategiyadır. Məncə tamam, məncə belə edək. Buradakı 50 mini birbaşa bura göndərək. Yaxşı düşüncədir bu. 50 mindən belə göndərək. Yəni belə bir strategiya uygulamaq istədim dostlar. 50 min zaten İtaliyanı da rahat bir şəkildə belə bir idarə edib ordumuzun daha da ən azından qaradakı orduların da azalmasının qarşısını alacağıq və beləliklə rahat bir şəkildə rahat bir şəkildə
getmir. Niyə getmir? Yanlış bir basırıq. Yoxsa hə, diplomasi hərəkətimiz bitib. Tamam, başarılı. Orada böyük ordusunu gördünüz dostlar. Məncə də ən böyük ordusunu artıq yox etdik deyə düşünürəm. Bu zamanda da buradakı ordu da tam gələrkən yeni bir əmrlə Rumi və bu torpaqları Bologna, Fiyoqi və bu torpaqları ələ keçirə biləcəyik dostlar. Məncə belə irəliləyək. Bu artıq ordunun neçə dəfəlik girişim etməyə çalışırıq addım-addıma. Hər neysə olsun. Belə addımlayaq. Başarılı. Geridəki orduları da qabağa gətirək. Oradakı torpaqların biraz dəyəri öləcək, amma olsun. Geridəki ordunu da belə gətirək dostlar. Buranı da belə irəli gətirək. Yarısını qabağa göndərək. Belə ikiyə bölək və çox gözəl. Əla bir stratejiya uyğun dostlar. Buradan da bir tamam. Okey. Buranı da ikiyə bölək. Başqa yerdə orduları var mı görək. Bu kimindir? Tamam. Burada da böyük bir müharibə dönür. Demək olar ki, bir də bura bizimdir. Bəli, burada yadlarından çıxıb səhv etmirəmsə, ona görə də hücumlarımızı edək dostlar. Belə bir şəkildə bölək və biraz qarışdı orası, amma tamam. Başarılı. Çox gözəl və enfes başarılar əldə edirik. İtaliya türklər demiş, kolay yemdir. Ona görə də rahatlıqla onları məğlub edəcəyimizi düşünürəm. Əminəm buna 100%. Və yerdə də ordu buraxaq hər ehtimala qarşı, çünki bu İtaliyadır. Burada bir ordu buraxaq dostlar. Geridəki ordunu da belə qabağa gətirək ki, heç bir yerə girə bilməsinlər. Buradakı ordunu da belə, hətta bura qalsın. Yəni bütün titizliyimlə bir şeylər etməyə çalışıram. Bəyənərsiniz dostlar. Hətta buradan da bir çıxartma gətirək. 30 minlik bir çıxartma gətirək. Videonu bəyəndiyseniz də like butonuna basa bilərsiniz. Dostlar, bir aşağı inmişkən də bura tək bir torpaqdır. Tamam. Bir ölkədəki torpaqların sayı kiçik nə qədər kiçik edirsə, o qədər başardınız və çox qazanacağınız təbii ki, o torpaqdan ekonomi, yatırım falan filan bunları qazana bilərsiniz. Aşağı inmişkən də abunə olsanız sevinərəm dostlar. Kanalımız böyüsün, algoritmalara yüksəlsin dostlar. Çox gözəl. Yuxarıdakı savaş yaddan çıxdı. Yanlışlıqla tıkladım. Tamam, onların ordusu artıq bitmiş kimidir görsəniz dostlar. Başqa torpaq bura biraz qarışdı. Tamam, olsun. Bura belə birbaşa göndər. Geridəki orduları da saxlama və orada da gözəl bir başarı əldə etdik. Adada əla və orayaqdan çıxdı. Tamam, sıxıntı yox. Super, %100 sıxıntı yoxdur deyə bilərəm. Buradan da geridən ordu göndər. Tamam, burada bir savaş. Bəli dostlar, davam edirik. Bu turumuz da başarılı keçdi. Yəni bəzi turlar ağır keçir. Bu da savaşlara aid terimdir. Bəzi turlar isə çox rahatlıqla və yadda qalmayan keçir. Bunu da yadda saxlayaq. Belə. Çox gözəl. Son bir torpaq zənnimcə və başqa torpaqlarım var. Başqa harda torpaqları var? Biz kimlə savaşırıq? Bir dəqiqə İtaliya, başqa harada torpaqları var? Amma uzaqdan çox gözəl görsənir Kosova. Məncə ala bilsək gözəl olacaq. Tüm torpaqlarını almaq üçün də 98%, hətta 100% etmək məncə önəmlidir. Buradakı torpaq bu İtaliyanındır mı? Rusiyanındır. Çox pis görsənir bizim onun əlaqəmiz. Yəni başqa harada torpağı var bu adamın? Tapa bilmirəm. Adalara baxıram. Xeyr, Amerikanlıdır bu. Bəs yaxşı, bizim harada torpağı var? Bəli, tamamilə yaddan çıxarmışam. Yəni necə nəzərimdən qaçıbsa inana bilmirəm həqiqətən də və bu da %100. Tamamilə super və İtaliyanı artıq yer üzündən silə bilərik. 300.000 plus, onlarda 330.000 bizdə. Biraz çox oldu, amma olsun. Əlimizdəki ordunu mən biraz çox toplamışdım. Artıq irəli görüşlük edərək toplamışdım. Zaten İtaliya üçün 1 milyonun 2 milyon ordunun çox amma çox olduğunu düşünmüşdüm. Elə buna görə də daha çox fətihlər üçün, amma
Avropadakı bu Hollandiya və Belçika ümumiyyətlə bu torpaqlar çox amma çox güclü torpaqlardır. Yəni prestijli, önəmli ekonomi daşıyan torpaqlardır. İlk öncə belə edək, adaları falan hamısını alaq. Hər tərəfdən bunları qısıtlayaq. Belə edək, Romanı alaqmı? Hətta ən önəmli torpaqları əslində buradadır. Tam bütün torpaqlarını ala bilmirik. Nə yazıq, təəssüflər olsun ki, belə edək, buraları alaq. 8. Tamam. Belə məncə gözəl bir barışıq olar. İtaliyanı da artıq bu səfərdə bir tərəfini aldıq. 40 tur. Həmən bunu 30 tur eləyək və bitirək. 30 tur sonra 100% onları məğlub eləyəcəyik dostlar və yer üzündən siləcəyik. Mən buna əminəm. Ordularımızı geri göndərək və assimilyasiyalarımızı eləyək. Artıq Kosova olsun, Kosovalılar olsun. Hər kəs geridəki orduları da toplayaq. Burada tamam. Onlar birbaşa bu torpaqlara göndərildi savaşdan sonra dərhal və əminəm ki, burada bir var, burada yox. Sandım ki, mədəniyyətimiz altın çağında falandır, hər neysə. Ordularımızı göndərdikdən, topladıqdan sonra davam edəcəm. Dostlar, orduları topladıq, gəlirlər və assimilyasiyaları da yerinə yetirdik. Bu artıq bundan sonra 30 tur boyunca, hətta bu turlarda artıq 15-10 tur falan qaldı və bu turlar içərisində İtaliya ilə savaşımızı yenidən gerçəkləşdirəcəyik. Bu arada artıq yəni Rusiya tamamilə bir təhdid qarşısındadır və artıq görüşmələr olur məncə, amma bu enerjini özümüzə çəkməyə, ancaq bu görüşmələri varsayaq ki, Rusiya həddindən artıq güclüdür və bizi yenə bilər. Artıq 7 milyon nüfuz, 2.5 yarım ekonomi nəsə edə bilərlər. Bizə diqqətli olmalıyıq. Əlimizdə 1 milyon 815 minlik ordumuz var. Çox gözəldir. İtaliya ilə savaşa bilərikmi? Bəli, artıq savaşaq, işin suyu çıxmasın. Bu ölkə üçün 500 minlik ordu hər ehtimala qarşı göndərək ki, bu Age of Story-dir. Yəni hər şey ola bilər. Bu arada artıq bu ay Allahın izni ilə təbii gözlədiyimiz Definition Edition videosu da həm videosu gələcək, həm də yeni mod artıq çıxacaq dostlar və onda da çox gözəl seriyalar eləyəcəyik. Türkiyə ilə, Azərbaycanla gerçəksi seriyalar, bunlar çox saracaq və bunların da videolarını istəyirsinizsə yorumlara yaza bilərsiniz, like atıb abunə olub bizə dəstək verə bilərsiniz. Dostlar, başqa yerdə torpaqları yoxdur, həmən savaşımızı gözləməyiniz bir mənası yoxdur. Dostlar, aman oyun kaydığı üçün okey basacaqdım. Hər neysə, buranı da 2-yə 3-ə bölək. Bəli, bunun üçün ora yaddan çıxdı. Hər neysə, olan şeydir, problem deyil. Altdan da hücum etmən yaddan çıxdı. Deyəcək, necə bir başçıdır, ölkə başçısıdır bu. Hər neysə, biz oranı ələ keçirəcəyik. Bəli, İtaliya gerdən ordu göndərir. Çox qorxduq. Nə qədər ordu oldu görmək istərdim, amma bu sayədə hesablaya bilərik. 3000'lik ordu. Tamam, problem deyil. Həmən savaşı tezləşdirmək üçün ordularımızı göndərək. Dostlar, çox da gözləməyə heç lüzum yoxdur. Türklər demiş, oyunda türk məsələləri, sözləri çox çəkdik, amma olsun. Zaten eyni ölkə demək olar. Bəli, yenə də %. Bunların başqa harada torpağı var artıq. Yenə də eyni şey oldu. %94. Başqa arada torpaqları var. Hə, yaddan çıxdı. Yenə də o kiçik torpaqlar, yenə də o kiçik yer yaddan çıxır. Hər dəfə bəli, %100 artıq nə olar? Bütün torpaqlarını almış olum və şükür Allaha, şükür. Bütün torpaqlarını aldıq və bu səfər İtaliyanı tamamilə yer üzündən sildik və bu demişdim, bizim yəni gedişatı dəyişdirdi və biz də 3-cü yerə keçdik. Zaten həm də güclü olduq. Güclü olmasaq da belə bu yenə də bir 80%, 70%, 60% etki edəcəkdi bizim də yerimizin neçənci pillədə olduğumuzu göstərəcəkdi dostlar və bu qədər. 500 minlik ordudan 416 min qaldı. 90 min. Biraz çox getdi sanki, amma olsun. Yarım elədi. Tamam, neysə, torpağı da əlimiz deyəcək, amma burada bizim torpağımızdır. Çox gözəl, başqa arada qaldı. Bunlar da 88. Tamam, Benelux biraz şey olmaya bilər. Milliyyətçi xalqlar deyəsən.
Olsun, problem değil. Hamısı %90-95'in üstündə ola bilər. Nəysə olsun, qalsın da biz də yatırımlara davam edək və bununla da videomuzu da burada bitirək dostlar. 15-16 dəqiqə gəlib artıq İtaliya bizlədir. Dostlar, İtaliya torpaqları bizim əlimizdədir və 1.5-i tamamladıq. Çinə çatmaq üçün az qalıb, amma bu həm Avropanı alıb bütün dünya devliyini ortaya sürmək ola bilər. Təkcə Avropa ilə də qalmasın bizim hakimiyyətliyimiz. Yəni bu da gözəl bir başarı ola bilər. Digər torpaqlardan niyə irəliləyir? Çıxdı bəli, bunlar biraz milliyyətçi çıxdı. İtaliya görünür ki, bunları öz milliyyətinə və biz də bunu ortadan qaldırırıq və barış gətirdik Avropaya. İstəsəniz axırda da gözəl bir fikir var ağlımda. Axırda da bütün Avropanı sınırlarına görə yenidən yəni sərbəst buraxa bilərik. Məsəl üçün Almaniyaya baxdığımızda bu gün hər iki dövləti, 3-4 dövləti əlinə alıb, yəni yeni oyun kaydı 1 İsveçrə, 2 Fransa, 3 torpağı əlinə alıb və burada da 3 dövləti sərbəst buraxa bilərik Almaniya ilə birlikdə. Hər nəysə, bir sonraki bölümdə artıq ya İspaniya ya da 100%, milyard faiz deyə bilərəm ki, Almaniya ilə savaşacağıq. Dostlar, bu Almaniya ilə savaş qaçınılmazdır. Artıq Almaniyanı hər tərəfdən sardıq. Benelux burada tam da olmasa da yenə də yuxarı tərəfindən, şimalından və şərq ilə cənubundan 100% sarmışıq və onlar üçün gözəl bir ordu toplayacağıq. 4 milyon nüfus, 5 milyon ekonomi. Adamlarda ekonomi nüfuzdan daha çoxdur. İnsanlar rifah içərisində yaşadıqlarına əminəm deyəcəkdim, amma tamam olsun, bizim də ölkəmizdə rifah olması üçün, amma bizə pul lazımdır indi. Bəli dostlar, son yatırımlarımızı da eləyək. Videonu da burada bitirək dostlar. Video da çox uzun olmasın. Və burada da bütün bunları edək. Məsəl üçün ordu baxımını edək. Bir sonraki bölümdə də yönetimi edərik və burada da oyunumuzu qayd edək və bura qədər dostlar artıq İtaliyanı da bugün xəritədən sildik və Avropa fəthini bir addım daha da irəlilədik. Dostlar, artıq bir sonraki bölümdə görüşərik. Sağ olun, salamat qalın.